Salam hörmətli tamaşaçılar, mən bloger Orxan Şirinli. Bu səfər sizi fərqli bir nöqtədən salamlayıram. Göygöl rayonunun Xan Yurdu ərazisindən bu möhtəşəm Milli Yaylaq Festivalından salamlayıram. Belə bayraqların sərgiləndiyi hər ölkənin özünün bir çadırı var və içəridə də həmin ölkənin adət-ənənəsinə uyğun əşyalar sərgilənir. Hörmətli izləyicilər, gəlin görək nə məsələdir burada. Davul, zurna, əyləncə, hər birisi buradadır. Burada uşaq əyləncə zonası var. Müxtəlif yaş təbəqələrinə mənsub uşaqlar burada fərqli əyləncəli oyunlarla vaxtlarını səmərəli keçirə bilirlər bax bu sahədə. Konsert olacaq demişdim axşam. Bax həmin konsertin olduğu ərazi isə buradır. Burada möhtəşəm açılış konserti başlayacaq. Həmişə Qarabağdan çəkilişlərimizi davam elətdirirdik, amma bugün isə biz Göygöldən Milli Yaylaq Festivalından sizi salamlayıram. Bugün bura doğrudan da hava yayın belə isti günlərindən biri olmasına baxmayaraq, məhz Göygöldə Xan Yurdu qəsəbəsində hava çox möhtəşəmdir və Milli Yaylaq Festivalına Türk dövlətlərinin iştirakçıları, nümayəndələri məhz buradadır və burada möhtəşəm bir yaylaq festivalı keçirilir. Burada bir çox ölkələrin əl işləri, yəni həmin o insanların əl işləri sərgilənir. Bax, burada insanlar istədiyi hər şeyi, suvenirlərdən tutmuş müxtəlif əl işlərini, foto sərgi burada sərgilənir və insanlar buradan istədiyi şeyi də əldə edə bilər.